Deməli, Süleyman, yəqin eləmisiniz bunu. F1 bərabərdir 7-yə. Hə, parabola üzü aşağıdır və 2 dənə kökü var. X1 bərabərdir nədir uşaqlar? 0-dır. X2 də nəyə bərabərdir? 8-ə bərabərdir. Doğrumu? Hı. Və A-sı mənfidir. Niyə görə? Çünki üzü aşağıdır ona görə. İndi kvadrat tənliyi quranda x kvadrat köklərinin cəmi 8 olur. Düzüm ek işarı ilə 8x. Köklərin hasili 0 olur, fx olur. Tamam mı? İndi uşaqlar burada parabol üzü aşağı olduğu üçün deməli mənfiyə vurmamız lazım. Yəni fx bərabər nəyə? Mənfiyə vurduğumuz zaman mənfi x kvadrat üstə gəlinsin 8x-a. Burada f1 bərabərdir 7 yoxlanış şərti verilib. Yəni nə deməkdir bu? Biri yerinə qoyduğumuz zaman mənfi 1 üstə gəlinsin 8 bərabərdir 7 kimi edə bilir. Edə bilərsiniz. Deməli funksiyamız neymiş? Mənfi x kvadrat üstə gəlinsin 8x, yəni elə B bəndi görsəndiyi kimi imiş. Var mı sual olan uşaqlar buna aid? Son dəqiqələrdir. Evet. İmkan olsa lap 6-cı sualda izah eləmək olar. Aha.